İzahlı test. Birinci ise 6. sınıf İngiliz dili. Choose a sentence with a noun in the plural. Cəm isim olan cümləni seçin. Baxaq, A bəndində my brother's cousin doesn't like to play beach volleyball. İki dənə isim var. Cousin, volleyball isimləri. Cousin əmi oğlu voleybol mənasını verir. Hər ikisi təkdədir. A bəndi ola bilməz. B bəndi the children are sunbathing. Children ismi var. Uşaqlar mənasını verir. B bəndi doğrudur. Cəm isimdir. C bəndi Anne likes to eat popcorn. Popcorn təkdədir. D bəndi I bought a nice present for my sister's birthday. Present hədiyyə, birthday ad günü, hər ikisi təkdədir. D bəndi ona görə də səhvdir. Doğru cavab B bəndidir. İkinci sual. Choose the correct pronouns. Baxaq, A bəndində she can explain to you how to make a fire. O sana izah edə bilər, sənin necə tonqal qalayırsan, cümlənin mənası görə uyğun gəlmir. Yox, burada işlənə bilməz. Burada his işlənə bilməz ikinci tərəfdə. Burada I can explain to you how to make a fire. Mən sənə izah edə bilərəm ki, necə tonqal qalayasan. Burada C bəndi doğru cavabdır. Burada isə Z-yə görə səhvdir. Ona ola bilməz. D bəndi səhvdir. Doğru cavab C bəndidir. Üçüncü sual. Choose a synonym to the underlined word. Altında xətt çəkimi sözün sinonimini tapın. The shop assistant wrapped the gift in colored paper. Satıcı hədiyyəni rəngli kağıza bükdü. Burada hansı sözün sinonimini istəyir? Gift sözünü. Gift, hədiyyələr. Bax, A bəndə presents var, hədiyyələr mənasını verir. A bəndi doğru cavabdır. Dördüncü sual. Make up a sentence. Baxaq, burada hansı bənd doğru ola bilər? Bax, 1. The new supermarket is an interesting place to do shopping. Yeni supermarket bazarlıq etməyə maraqlı yerdir. B bəndi doğru cavabdır. Choose a correct variant. Town is smaller than city. Town şəhər mənasını verir, city də şəhəri mənasını verir. Town kiçik şəhərdir, city isə böyük şəhərlərə deyilir. Town citydən daha balacadır. Burada bir şeyin nə olmasını bildirmək üçün hər ikisi tərəfdə geri-müəyyən artıq işlənir. A town is smaller than a city. D bəndi doğru cavabdır.